Ötən avqust siz Ermənistanın baş naziri və ABŞ prezidentinin iştirakı ilə bir əməkdaşlıqla bağlı sənədləri imzaladınız. Bilmək istəyirəm ki, Trans-Xəzər əməkdaşlığına bunun nə kimi təsir ola bilər və Ermənistanla sülh prosesinə gəldikdə bu baxımdan etimadların qurulması baxımından bağlantılar hansı rol oynaya bilər? Bəlkə də siz bu il elə həmin sazişi imzalayacaqsınız bu il. Mən də ümid edirəm ki, bu il həmin saziş imzalanacaq. Mən artıq dəfələrlə bildirmişəm ki, sülh sazişi paraflanıb. Bu, ABŞ prezidentin iştirakı ilə baş tutdu və həmçinin baş nazir, Ermənistanın baş naziri və mənim imzaladığım birgə bəyannamə həmçinin Donald Trump tərəfindən də imzalanıb ki, bir şahid kimi bununla bağlı artıq sənəd tam həyata keçirilsin. Sülh qurulur bizim sərhədlərimizdə, tamamilə yeni bir vəziyyət yaranıb, heç bir atışma yoxdur, heç kəs yaralanmır, heç kəs qətlə yetirilmir. Biz Ermənistanla artıq əməkdaşlığa başlamışıq. Biz yüklərin daşınmasında bütün məhdudiyyətləri Azərbaycan ərazisində aradan qaldırmışıq və biz Gürcüstanlı dostlarımıza da təşəkkürümüzü bildiririk ki, onlar çox mühüm tranzit imkanlarını yaradıblar. Çünki məhz Azərbaycan ərazisindən Gürcüstan vasitəsilə yüklər Ermənistana gedir. Daha sonra isə biz onlar üçün çox mühüm bir neft məhsullarını ixrac edirik. Buna görə də imzalanacaq rəsmi sülh sazişinə gəldikdə bu Ermənistanın konstitusiyasına əlavələrin edilməsindən asılı olacaqdır. Onlar orada bir müddəanı çıxarmalıdırlar. O Azərbaycanın ərazisinə aid olan iddialarla bağlıdır. 10 illiklərlə bağlı bu belə qalıbdır. Elə o əlavə daxil edildikdən sonra dərhal növbəti gün həmin saziş imzalana bilər. Həmçinin ABŞ prezidentinin marşrutu bu mühüm rol oynayır və yeni bir bağlantı yaradır. Artıq söylədiyim kimi Çindən Mərkəzi Asiya, Trans-Xəzər regionu, Azərbaycan, Ermənistan və Azərbaycanın eksklav Naxçıvanı, Türkiyə və daha sonra isə Avropaya gedən marşrutla biz tamamilə yeni vəziyyəti yaradacaq və bu bütün ölkələr üçün faydalı olacaqdır və bu marşrutda yerləşən bütün ölkələr həm siyasi, həm iqtisadi baxımdan inteqrasiya edəcəkdir və bu uzun müddətli və daimi sülhə Ermənistan-Azərbaycan arasında bir töhfə olacaqdır. Çünki sülh o vaxt əldə oluna bilər ki, sizin sözün əsl mənasında sülh prosesiniz olsun. Bəli, sənədin imzalanması vacibdir, bu bünövrədir. Lakin ondan sonra biz nə edəcək, bu da əhəmiyyətlidir. Ona görə Ermənistanla Azərbaycan arasında ən son qanlı toqquşmadan toqquşma mənə elə gəlir 2 il əvvəl olubdur. Bu da hesab edirəm ki, bütün münaqişələri götürsək bir rekord nəticədir. Yəni, xüsusən də o münaqişəyə gəldikdə, hansı ki 30 ildən artıq çəkib. Bunun üçün nə lazımdır? Güclü siyasi iradə və bu toqquşmaya son qoymaq və yeni sülh səhifəsini açmaq. Biz artıq cəmi 6 aydır ki, sülh şəraitində yaşayırıq. İnanın ki, bu çox yaxşı və xüsusi bir hissdir və bunu bütün Azərbaycan əhalisi bölüşür. Əminəm ki, Ermənistan xalqı da belə düşünür və bağlantılar, daha sonra isə birləşdirici marşrutlar bizi daha da inteqrasiya edəcəkdir və tamamilə yeni vəziyyəti Cənubi Qafqazda yaradacaq ki, Azərbaycan, Gürcüstan və Ermənistan bir-biri ilə artıq üç tərəfli şəkildə əməkdaşlıq quracaqdır.